ki, şəhər qovluğunda Seyid Yahya Bakubi türbəsi ətrafında tam Bakının xanəgah deyildə, köhnə adı xanəgahdır. Bu ərazidə konsertmi, mahnını, şənliyi, bilirsiniz, bu çox əslində təzadlı bir sualdır və ona cavab verməyə də çalışır. Yarın ki, hər halda dinimizə görə və adət-ənənəmizə görə dəfn olunan yerdə tələffüz burada əgər alim dəfn olunursa, hər halda yarın ki, məsləhət deyil. Bu mənim qısa şəxsi subyektiv fikrim ola bilər də mübahisəlidir. Ki, bunun üçün və bu yerləri populyarlaşdırmaq üçün başqa bir üsullar var. Yəni, mütləq deyil ki, şənlik düzənlənsin, bəlkə də içki paylansın, dəfələrlə görmüşəm. Mən bilən, hər halda bu dəfn yeri və bu məqam nəzərdə tutulmuyor bu cürə tədbirlər. Çünki gəlmə subyektiv, öz fikrimdir, özündə də qalsın. O ki, qaldı, sırf ikinci sual o idi ki, Bakı-Abşeron ətrafında hansı abidələr üzərində halal turizmi qurarları. Son vaxtda bir sıra Bakı kəndlərində görürük ki, istər Əmircan, istər hətta Türkan, məkidlər bərpa olunur, yəni restavrasiya olunur, dini abidələr konservasiya olunur. Və bunların sistemli şəkildə istər Mədəniyyət Nazirliyində, istər adiyyəti qurumlarda siyahısı var. Sadəcə olaraq burada mütəxəssisləri, yəni alimləri cəlb etmək və Mədəniyyət Nazirliyi, Turizm Agentliyi sözsüz ki, birgə olaraq alimlərlə bir xəritələr çizməlidirlər ki, həm xəritə hərəkət etmək üçün rahat olmalıdır. Yəni, elə seçilməlidir ki, mənayəcə, məntiqə həmin turistik line, yəni xəritə, yol ehtiva eləsin konkret takip məsələni. Əgər bu Abşeron, Bakı ətrafında İslam və İslam abidələrindən söhbət edirsə, mən şəxsən tək Bakı kəndləri və Bakını yox, tək məkidləri, xanəgahları, pirləri yox, yəni əslində bizim mədəniyyətin bir parçası da İslam dönəminə aid olan qavalarımızdır. İstər Ramanın qavası, istər elə İçəri şəhərin, bilirsinizmi, İçəri şəhərin abidələrinin təqdimatında yeniliyə ehtiyac var. Baxın, mənim yaxşı bir dostum var, Gid, Fuad Axundov, çox onu dəstəkləyirəm, çox adam yanımda tanıyıb. O, Bakının Çar Rusiyası dönəmini necə gözəl təqdim edir, 19-cu əsr, 20-ci əsrin əvvəli və heç də siz görür ki, hətta Bakıya gələn turistlərin böyük bir qismi Fuad Axundovun iştirakı ilə həmin Bakını tanımaq istəyir. Amma bu tam yetmir. Nəyə görə Fuad Axundov çox gözəl Çar Rusiyası dönəmini təqdim edir. Bu şəhərin 100 illərdir, 1000 illərdən də çox istər İslam dönəmi tarixi var və bu boşluğu hələ ki ola bilər səhv deyirəm, dolğun olaraq təqdim edən Fuad Axundov kimi İngilis dilində, Rus dilində mükəmməl danışan hələ ki mütəxəssislərimiz bəlkə var görmürəm, bu da mənim səhvimdir. Yəni, sırf Bakı və Bakı qalasını tanıtsıq, inandım sizi elə möhtəşəm təqdimat etmək olar ki, bizim zəngin mədəniyyətimizi. Bakı-Abşeron ətrafından çıxsıq Şamaxıdır. Bilirsiniz ki, Şamaxıda ən erkən 7-ci əsr məkidi var. 642 ildə inşa olunan Qafqazda ümumiyyətcə ən qədim məkidlərdən biridir. Və o məkid ətrafında elə bir faciələr baş verir. Məkidin özündə elə bir faciələr baş verir ki, yetər ki, bu Şamaxı istiqamətində gedən turistlərə izah edəsən, ümumiyyətcə bu şəhər mərkəz olaraq nə idi və İslam üçün ümumbəşəri olaraq nələr verir Şirvan Şamaxı zonası. 12-13-cü əsrdə ancaq Azərbaycandan, Şirvan Şamaxıdan 900-dən çox alim Misirdən, Əl-Əndaluzdan, Kardovadan tutmuş, Çinə kimi, Məkkə, Mədinə, Qüdsə qədər fəaliyyət göstərir və hətta orada əsr alimləri deyir ki, elə bir şəhər, elə bir elm, elə bir şair yoxdur ki, orada Azərbaycandan gələn alimin köfrəsi olmasın. Baxın, 1000 ildir keçir, biz indi həmin
məsələdə deyə bilərik ki, bu Nizamidən qutaran dönəmdən sonra həmin səviyyədə İslam dünyası üçün təqdim olunacaq alimlərimiz və şairlərimiz. Ona görə biz o dönəmi yaxşı mənada təbliğ etməliyik, araşdırmalıyıq. O bizim qızıl dönəmdir. O Türk-İslam mədəniyyətinin zirvəsidir. Müasir Amerika, Birləşmiş Amerika nə edirsə alışır. O vaxtın da Azərbaycanı, Atabəy Azərbaycan dövləti, həmin ərazilərdə olan mədəniyyət, tarix eyni səviyyə daşıyır. O baxımdan, yəni dediyim kimi, çox vaxtımızı almamaq şərtində lovğalıq olmasın, bizim balaca bir elmi tədqiqat qrupumuz bu sayədə işləyib, birbaşa mütəxəssislərimiz də var. Çox böyük məmnuniyyətlə, konkret sözlərlə əməllərə keçməyə hazır.